Aga, buzovnada qalırsan? Yox qardaşım, istəməm bağışlayın. Buzovnada bir dənə xala var. Bir nəfər mənə çox aqressiv şəkildə yaxınlaşdı. Dedi ki, siz bəs buzovnanın adım batımsınız, bu nə hərəkətdir? O xala niyə buzovnada yaşayır? Anondur. O da deyir ki, yox, göyərsinimdir. Oğlanlardan neysə sorsun, sonra danışarıq da. Bir neçə gün öncə YouTube platformasında yayımlanan Ayıq Sürücü filmindəki bir səhnə etirazlara səbəb olub. Belə ki, həmin filmdəki buzovna obrazı tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Elə həmin səhnədə yer alan aktyorlardan biri Rasef Mehdiyev mənim yanımdadır hazırda. O filmdə İsmail obrazı ilə tanınırdı. Həmin hadisədən sonra Rasef Mehdiyevin başına bir neçə qalmaqal gəlib. Elə həmin hadisələrlə bağlı o bizimlə öz fikirlərini bölüşəcək. Məlum olduğu kimi, yəni Ayıq Sürücü filmi müəyyən birmənalı qarşılanmadı, müəyyən müzakirələrə səbəb olundu. Bunun da yəni ortadan qaldırılması üçün yaradıcı heyət ortaq bir məxrəcə gəldi. Ayın 5-i saat 12 radələrində Koroğlu metro stansiyasında, yəni belə deyək də, mən eldiyindən desə 1 manatlıq taksilərlə evə gedirdim. Bir nəfər mənə çox aqressiv şəkildə yaxınlaşdı və dedi ki, siz həmin filmdə çəkilmişsiniz. Mən də etiraz eləmədim, bəli, çünki bu ədəbi bədii bir materialdır, filmdir, bu bizim sənətimizdir. Dedim, bəli, çəkilmişəm. Dedi ki, siz bəs buzovnanın adım batımsınız, bu nə hərəkətdir? Mən dedim ki, biz batırıb nə eləmişik? Dedi ki, siz orada, yəni o xala niyə buzovnada yaşayır? Belə, mən dedim ki, yəni hələ buzovnada qalır demək, buzovnalı olmaq demək deyil. Genə də o etirazların davam etdirməyə çalışırdı, ancaq digər sakinlərin müdaxiləsi ilə və mən də özüm də biraz təmkinli davranaraq daha məsələnin qabarmamasına çalışdım ki, qabarmasın. Həmin aktyorlara qarşı təzyiq olunub, onların nə bilim üzlərini tərraş elətdiriblər, bığlarını qırxıblar. Elə heç bir hadisə baş verməyib. Sadəcə insan öz etirazını bilib. Mən də ona öz etirazımı bildirmişəm ki, yəni bu yaradıcılıqdır. Bu işlər yəni baş verməyib ki, buradakı bizim üzümüzü tərraş eləyiblər, nə bilim bığımızı qırxıblar. Elə bir hadisə baş verməyib. Bəs sizin üzərinizə belə deyə gəldikləri zaman hər hansısa bir xəsarət yetirdilərmi? Yox, heç bir xəsarət olmadı. Açığı yəni ki, deyim ki, biz hansısa bir əl davasına da çıxmadıq. Sadəcə sözləşmə oldu. Mən də ona yəni öz iradımı bildirdim ki, yəni bu filmlərdə bu səhnələr olur və bundan sonra da olacaq. Dünya filmlərində də var, Azərbaycan filmlərində var. Lap bizim Azərbaycan filmində də yaxın 95-ci ildə çəkilmiş bir filmdə də belə açıq-saçıq bir səhnələr var. Bizim əlimlə Yük filmində Musa Nağıyev oynayır. Azərbaycan milyonçularından biridir. Məndə bir sual yaranıb o gündən sonra ki, yəni yaxşı, gəlin onda bunu düşünək ki, əgər bu səhnələrə filmlərdə yer vermək olmazsa, o dövrdə çəkil Musa Nağıyev rolunu oynayan bizim Mirzə bəy, əməkdar artistimiz deyir ki, anondur. O da deyir ki, yox, göyərsinimdir. Deyir, onda kefində ol. Yəni həmin səhnədə, onda da mənim üçün belə maraqlı gəlir ki, bəs orada göstərilən həmin o yüngül həyat yaşayan xanım hara vətəndaşıdır, haraldır, hansı millətin nümayəndəsidir. Bu da yəqin ki, bizim Azərbaycanda baş verən bir filmdir, tarixindən çəkilən bir filmdir. Mən də yəni buzovna sakinlərində yenə çox hörmətlə, rəğbətlə qarşılayıram. Yəni onların da əgər yenə də deyilibdir də, üzrxahlıq da olunubdur. Mən aktyoram, yəni mənə verilən rolun obraz baxımından öhdəsindən gəlməyə həmişə çalışmışam ki, yaxşı olsun. Məlik Dadaşovu da hansısa mənfi obrazlara görə söyürdülər. İndi mənə də əgər hansısa bir təhdidlər olursa, bunu da mən rolumun alınması kimi qəbul edirəm ki, yaxşı alınıbdır ki, belə yəqin bu bir aqressiya yaradır. Bir də ki, mən indiyənə qədər filmdə arası bir 10-dan çox obraz oynamışam. Bu obrazlar mən deyiləm. Bunlar mənim yaratdığım obrazlardır.